Sumqayıt nasosnu Levantin gürzəsi mətbəxin içindən tapdıq. Bura Qarasxurdur. Burada da bağların birindən, bağın içindən Levantin gürzəsi tapmışdıq. Bura Şuvalandır. Burada su ilanı tutduq. Su ilanlarına qarşı biz çox həssasıq. Su ilanlarını öldürmək olmaz. Onlar kanala, dənizə deyərdim ki, faydalıdır. Onu buraxdıq kanala. Dostlar, hər vaxtınız xeyir olsun. Belə bir təcili bir toplantı. Sürünənlər. Bugünkü mövzumuz ilanlardır. Bu kadrdan qabaqcı kadrlar bizim öz fəaliyyətimizdir. Yəni bir illik fəaliyyətimiz. Dostlar, çoxlu suallar gəldi ki, bağımızı nə vaxt dərmanlatdıraq sürünənlərə qarşı? Zamanıdır. Mart ayının sonlarından ilanlara qarşı bağı dərmanlatdırmağın vaxtıdır. Bizdə yerində dərmanlama xidməti də var, sürünənlərin tutulma xidməti də var. Bugün biraz yağışlar yağmadı. Yağışlardan sonra evinizi, bağınızı, mənzilinizi, zavodunuzu dərmanlatdırın. Mən sizin xidmətinizdəyəm. Hər şey yaxşı olacaq. Bu il sürünən təhlükəsi olan evlər bağınız dərmanlansa, siz bir sezon sürünən görməyəcəksiniz.